Salam aleyküm əziz dostlar, xoş gördük. Umarım hər yerdəsiz, keyfiniz saz olsun. Türkçülüğün əsasları adlı kitabı oxuruq və yazan Ziya Gökalpıdır, 62-ci səhifəni oxuruq. Dünənki səhifədə cami-i mədənidən danışdı. Çox cəlib idi, biz cami-i mədənini hala İranda bilmirik. 100 il bundan qabaq orada deyiblər, Türkiyədə deyiblər ki, cami-i mədəni nə cür şəkillənər. Yazarımızın nəzərində cami-i mədəni o zaman düzlənər ki, hər sınf, iş sinfi, adların saydılar, nəccarlar, bəqqallar, döhdürlər, mühəndislər, mekaniklər, dəmirçilər, hər sinf işdir. Ölkə başında bir dənə böyük təşkilata sahib olalar. Və bu təşkilat özünə bir məramnamə yaza və sonra əxlaqnamə deyək yaza, məsləki əxlaq adını qoydu, yəni iş əxlaqı və sonra da bir divan düzələ orada, yəni bir dadgah kimi bir şey düzələ ki, insanların şikayətlərinə onlardan yetişirlər o sinfidən. Buna adına dedi heysiyyət divanı. Cəlibdir ki, cami-i mədəni fəqət bu şəkildə olar. Yoxsa məsələn, şurayı şəhər, şəhərdarı, ustandar, fərmandar 2 dənə danışçını gətirə ora deyə ki, burada məsələn filan cəmiyyəti qurcinən quralar döt, orada ayda bir hüquq alarlar, ondan deyil. Çünki onlar nədən difa eləyəcəklər? Vaqiyyət budur ki, İranda cami-i mədəni dediyimiz adında əslində bir şey yoxdur. Cami-i mədəni bir növ təhəzzübdür, amma sinfi, hizbiləşməkdir, orqanlaşmasıdır. Bu sinfidir. Bunun üçün də sinfi istəkləri qabaq aparır. İranda hala danışçıların bir sinfi yoxdur, müəllimlərin yoxdur, danışqahların yoxdur, vəkillərin yoxdur, filanların yoxdur. Olanları da dövlət qoymuşdu. Ya da bəzisi hətta məsələn vəkillərin var da dövlət qabağına bir ayrısını çıxardır ki, səni mən xunsa elərəm, bağlaram ya əxtə elərəm. Burada heç vaxt bir cami-i mədəni çıxmaz. Cami-i mədəninin şəraitini dünənki səfədə oxuduq. Çox gözəl. Mən dünəndən fikirləşirdim ki, bu gözəllikdə tərif İranda yoxdur hala. Mən oxumamışam. Bəlkə də var sizlər xəbəriniz vardı oxuyanlar, amma mən oxumamışam. İndi gəlirik 62-ci səhifəyə, davam verək o sözü. 62-ci səhifədə bir dənə sual idi, fikir edirəm. Dedi ki, indi yuxarıdakı sözləri özətləyəlim. Sual deyil. Dedi ki, üstdəki söz ki, nə mənə dedik, cami-i mədəniyə görə, onu xülas eləyək, özətləyək. Milli birliyin gücləndirməsi sosial düzənin və irəliləmənin milli üzgürlük və bağımsızlığın təməlidir. Baxın, görün cami-i mədənini hara çıxadır. Deyir ki, milli birliyin gücləndirməsi sosial düzən, sosial nəzm-i tərtib deyək. Düzən, nəzm-i tərtib. Sosial, ictimai, toplumsal düzən, irəliləmə, tövsiə, pişrəft, inkişaf, milli üzgürlük, milli azadlıq. Diqqət buyurun bunlara, görün nə gözəl. Baxın, nəzm-i tərtib ictimai, ərəbcə desək, çünki farsca heç bu. İnkişaf ya tövsiəni, milli azadlığı və bağımsızlığı iqtisadı, yəni istiqlalı, nə mənə təməlidir bunların? Bunların hər şeyinin təməli o milli birliyin gücləndirilməsindədir. Yəni o beləsi deyim. Milli
dayanışmanın gücləndirilməsi cami mədəni dedikləridir İranda. Amma cami mədəni deyir ki, bunlar ona bağlıdır. Milli birliyi gücləndirmək üçün də milli birliyi yox, bəs milli birlik sosial nəzm-i tərtibin, yəni ictimai nəzm-i tərtibin irəliləmənin, milli azadlıqların və bağımsızlığın, istiqlalın təməlidir. Milli birlik gücləndirmək üçün də vətəni, mədəni, məsləki əxlaqların gücləndirməsi, yüksəltilməsi lazımdır. Deyir ki, milli birliyi, ittihadı istəyək millət arasında bərpa eləyək, girək nə eləyək? Vətəni əxlaqı birinci, mədəni əxlaq ikinci, məsləki əxlaq üçüncüsü, gərək bunların ola gücləndirilməsi lazımdır bunların. Yüksəltməsi lazımdır. Yəni, İranda deyirlər ki, səqfi xastdır, nəməneyi xastdır. Yox, yüksəltmək lazımdır. Yəni, bunları səqfi partlatmaq lazım, getmək üstə. Yəni, bir səqfi düzəldək deyək, bunun altında siz bir belə istəyə bilərsiniz. Yox. Odur, milli kültürümüzün bilinci bir hala gəlib yüksəlməsi üçün milli kültürümüzün bilincili bir hala gəlib yüksəlməsi üçün nə kimi örgütlər lazımdır? İndi biz əgər istəyək ki, bizim bir milli kültürümüzün bilincili olmalıdır. Farsça dillə ağahanə bilincili olmalıdır. Bu bilincili hala gəlmək üçün, bu bilincili bir hala gəlib yüksəlməsi üçün, yəni o həddə çıxadaq ki, bir milli bilincə çataq, milli kültürümüzə bilincimiz olsun, ağahlığımız olsun. Nə kimi örgütlər, sazmanlar, təşkilatlar, örgüt, türkcədir, sazmanı təşkilat ki, ərəbcədə onun yerinə lazımdır. Öncə milli kültürümüzü saxlanmış olduğu gizli cuşələrdən aydınların gözləri önünə qoyacaq olan arama qurumlarına gərək vardır. Deyir ki, buna görə ki, milli kültürümüzü bilincili olsun, yəni hamı bilsin ki, bax, bu bizim milli kültür dediyimiz nədir? Bunu bilmək üçün öncə, yəni yap əvvəldə milli kültürümüzü saxlanmış olduğu gizli cuşələr. Deyir ki, yəni milli kültür gizlidir, evlərdədir, hər yerdədir. Amma o qədər aydındır ki, gözümüz görmür onu, aydınlıqdan görmür. Günüz o qədər günüzdür ki, biz günüzü görmürük, bu ışığı görmürük, fəqət bunu müqayisə edirik qaranlığına. Kültürümüz saxlanmış olduğu gizli cuşələrdən aydınlar vasitəsilə, yəni o insanlar ki, bilirlər kültür nədir, əhəmiyyəti nədir, tarixi nədir, bunların vasitəsilə aydın insanların gözləri önünə qoyacaq olan, deyir ki, onlar aydınlar vasitəsilə, aydınların gözləri önünə, hətta aydınların belə gözlərin önünə qoymaq lazımdır. Arama qurumlarına, yəni onları aydınların gətirib gözünə qoymaq, gözünün önünə qoymaq üçün ki, bu bizim kültürümüzdür, milli kültürümüzdür. Deyir, onun üçün arama qurumları, təhqiq orqanları, təşkilatları lazımdır. Gərəkir, ya gərək vardır, yəni ki, lazımdır. Pəs milli kültürü bilincili olmaq üçün gərək əvvəl bu aydınların gözünün qabağına gətirək. O da budur ki, təhqiqi quruqlar olsun. Aleyküm salam dostumuz. Bu görəvi yerinə gətirəcək qurumlar bunlardır. Deyir ki, bu təhqiqi, bu iki də axtara, milli kültürü tapa, gətirə, qoya, aydınların, cavanların gözünün qabağına, onlar bilələr ki, nədir? Onun üçün bu görəvi, yəni bu vəzifəni yerinə gətirəcək, əməl eləyən, bu vəzifəyə işə tutan qurumlar bunlardır. Kimlərdir? Milli muzə. Bir dana milli muzə lazımdır. Bir dana yox, milli muzə lazımdır. Milli olmalıdır. Etnografiya muzəsi. Etno dedik ki, Avropayi dillərdən gəlibdir, Latin dillərdən gəlibdir. Yəni
deyək Nəcat pərəsti. Etnoqrafi muzesi lazımdır. Milli arşiv. Bir tane da milli arşiv lazımdır. Ki bir də şeyləri orada arşiv eləyələr. Milli tarix kitabxanası lazımdır. İstatistik Genel Müdürlüğü lazımdır. İstatistik hünər. Genel müdürlüğü yəni müdiriyyət umumi, genel umumi olur ərəbcə. Umumi müdürlük. Bir dənə tamami hünərlər üçün bir müdürlük lazımdır. Yəni bir mərkəz lazımdır. Bunlar üçün indi bir bunları açıqlayır. Deyir, bir, Türk xalqının estetik dəhasının canlı olaraq göstərən və fəqirlik üzündən əski türk evlərindən parça-parça çıxarılıb bedəstənlərə çarşı bazarda satılan pərdələr, qalılar, şallar, ipəkli qumaşlar, əski manqoz və dəmirci işləri, çinlər, gözəl yazı lohələri, təzhibli kitablar, gözəl çitlər, gözəl yazılı Qur'an-ı Kərimlər, milli tariximizin bəlgələri olan əski paralar və sairə və sairə bunlar toplanmalıdır. Yəni deyir bunlara indi birincisi nədir? Türk xalqının hünəri, estetik hünəri dəhasının, o xəllaqiyyətinin canlı olaraq, bunu deyir ki, bu hünəri canlı göstərərək, canlı olaraq göstərən və fəqirlik üzündən, deyir, kasıblıq üzündən. Fəqir, bilirsiniz, ərəbcə sözdür, kasıblıq, yoxsulluq deməkdir. Və fəqirlik üzündən əski türk evlərindən, qədimi türk evlərindən bu canlı hünəri asarları, türkün asarların toplurlar, parça-parça çıxarıb, deyirlər orada tikə-tikə, bir-bir çıxarıb, aparıb, bedəstənlərdə, bilmirəm, bu bedəstənlər nə cür bir söz ola bilər, bedobestandır, beləsi gəlibdir. Bedəstənlərdə, yəni, alıb satanlara da, beləsi elə, bu bedəstənlər, yəni, beləsi olacaqdır. Çarşı bazarda, deyir ki, çarşı bazarda, yəni, mütərcim deyir bunu. Yenə də bu günləri bizim hesabi mığmığamız var qonaq, mən də istidən məcbur olmuşam ki, beləsi oturam. Əgər bunları sala bilməsəm eşiyə, yiyəcəklər hesabı. Bəli. Hər halda görüm, bağlayayım, olmasa bir dana, iki dana qalsın burada. Yesələr də yesinlər, amma gedin eşiyə oğlum, gedin eşiyə. Bunlara da xoş gəlibdir. Deyir ki, bəs nə olur? Aparırlar bunları, satılan pərdələr, nələrdir? O tikələr nələrdir? Satılan pərdələr. Bir də pərdələr var. Mən bilmirəm, qabaqçı serilərdə dedim ya yox, qədim bizim, demişəm, qədim bizim nənədədələrimiz hər şey ki bir evə lazım idi, özləri bunları istihsal edirdilər, tolid edirdilər, ürətirdilər. O cümlədən əgər bir evə pərdə lazım idi, onu ürətirdilər. Qalılar. Qalı da bilirik da, bizim qalı deyəndə üstündə oturduğumuz şeylərə qalı deyirlər. Amma yox, bunlar çox mütənəvvi idi. Məsələn, gəbədir, fərşdir, qalıdır, kənarədir, kilimdir, cecimdir. Çox, o qədərdir ki, saymaqla bitməz. Şallar. Dediyim kimi, qabaqcan qədimlərdə xanımlar baş örtülərini özləri toxurdular. Şalıdır. Hər cürə şal var idi. Məsələn, bizim Azərbaycanda ipək rəhli şallar çox mərufdur. İpəkli qumaşlar. İpəkdən qumaşlar. Qumaş hər cürə parsıya qumaş deyilir. Ona bilmirəm, parça da deyiblər, illəti budur ki, topla gəlir. Sonra onu parçaya kəsirlər. Yəni tikə-tikə kəsirlər. Oradan adı qalıb parça. Yəni adamlar topla almırlar, parça alırlar. Oradan deyilib. Amma qumaş onun bir adıdır. Əski marangoz və dəmirçi işləri. Əski qədimi marangoz, yəni nəccarlıq və dəmirçi işləri. Çinilər, qədimi çinilər. Gözəl yazı lohələr. Yəni tablolar ki yazılıbdır, gözəl yazı, yəni xoşnevisi istir desin. Gözəl yazı lohələri.
Bu farsca xoşnevisi deyirlər. Təzhibli kitablar. Təzhib məndən yaxşı bilirsiniz. O kitablardır ki, kitablar ki təzhib olublar. Gözəl çitlər. Çit də qumaşın bir modelidir. Bu gözəl çitlər varmış. Yəni qədim özləri ehtimalən toxurmuşlar əldə. Gözəl yazılı Qur'an-ı Kərimlər. Yenə də xoşnevisiyyədir. Gözəl yazılı Qur'an-ı Kərimlər. Bilirsiniz bizim dini kültür olduğunu üçün türklərin bir çoxu. Mən qabaqca demişəm, türklər müsəlman deyil təkcə. Müsəlman türklərin bir hissəsidir. Bir hissəsi Məsihidir, bir hissəsi Yəhudidir, bir hissəsi Budaidir. Müxtəlif dinlərdə var. Bəlkə içində Hindistanda da ayrı dinlərdə də olmuş olar, amma çox dinlərdə vardılar yəni. Milli tariximizin bəlgələri olan əski paralar. Milli tariximizin bəlgə, yəni sənəd. Bəlgələri olan əski paralar, qədimi pullar. Qədimi pullar ki vardı, onlara, əlbəttə Türkiyədə para, pul deyirlər. Para olur pul. Pul təmrə deyilir. Paçatların ki üzünə vurardılar, ona pul deyilir. Amma indi işlənir hər ikisi. Yəni indi siz pul da desəz baş tapırlar. Çünki o cür də işlənir. Və sairə və sairə. Sairə ərəbcə sözdür. Sairə və sairə. Və bunlar atay şeylər. Yabancılar tərəfindən satın alınaraq Avropaya və Amerikaya danışmaqdadırlar. Deyir, bunlar yabancılar bicanələr, özgələr, xaricilər vasitəsi tərəfindən, yəni onların əli ilə satın alınaraq Avropa və Amerikaya daşınmaqdadır. Bunları alırlar, aparırlar Avropaya. O halda ki bizim milli kültürümüzün şeyləridir. Bunların dışarıya çıxarılmasının önünə keçəcək bir yasa mı olmadığı kimi, bunların satın alaraq milli sənət aşıqlarının gözləri önünə qoya biləcək milli bir müzə də yoxdur. Deyir, necə ki, bunların dışarıya çıxarılmasının, bunların dışarı xaric, yəni məmləkətdən dışarıya çıxarılmasının, yəni bunları qaçaq etməsinin, ya aparmasının hətta, amma özləri müstəqimən aparmırlar. Məsələn, indi Türkiyədə İran sipahpaslara, məsələn, qaçaqları verir kürdlərə, kürdlər gətirirlər. Sipahpasların öz adamları qaçaq eləmir. Buna deyirlər, çıxarılmış ya çıxarılmasın. Həman yəni çıxarılması beləsi olubdur. İndi deyir ki, dışarıya çıxarılmasının önünə geçəcək bir yasa mı olmadığı kimi, deyir, bir qanun olmadığı kimi, bunun mən eləyə bunları xariciyə çıxartmağı, ona tay nədir? Bunların satın alaraq, bunu deyir, bunları gedib zorunlu almayırlar evdən. Bunları satın alaraq milli sənət aşiqləri, hünər, sənət burada hünərdir. Hünər aşiqlərinin milli hünərin aşiqlərinin gözləri önünə qoya biləcək bir müzəmiz də yoxdur. Bir müzəmiz də deyir yoxdur. Deyir, necə ki bir qanunumuz yoxdur ki, bunları xariciyə çıxarılmasının qabağını alsın, eləcə də bir milli müzəmiz yoxdur ki, bunları qoysun milli hünəri sevənlərin gözünün önünə. Gerçi Topqapı Sarayında böyük bir müzəmiz vardır. Topqapı Sarayı, Kaxi, Topqapı da beləsi farsça olur. Saray. Topqapı Sarayında deyir, bir dənə müzəmiz var. Deyir, bununla belə ki, orada bir müzəmiz var. Gerçi, yəni hesaba qoymur, deyir, zəifdir da. Gerçi Topqapı Sarayında böyük bir müzəmiz var, böyük gözdə. Fəqət buna kültür müzəsi deməkdən ziyadə mədəni müzə adını vermək daha uyğundur. Deyir, amma bu müzəyə, Topqapı Müzəsinə kültür müzəsi deməkdən, yəni onu demək lazım gəlməz. Ona demək olmaz ki, milli kültür müzəsidir. Ondan ziyadə deməkdən, yəni ondan çox ki, milli müzə, kültür müzəsi olsun, mədəni müzə adı vermək olar. Dedik ki, nə mənədir? Daha uyğundur, yəni çox uyar, çox yaraşar ki, ora deyək mədəni müzə. Niyə? Dedik ki, mədəni müzə o şeylərdir ki, bir fərdin əli ilə
tolid olur və müdiriyyət olur. İndi orada hər nə siz görürsünüz, bir məsələn çasa, bir hər nə mənə də, məsələn bir qılıc, bir bayraq, bir təmr, bir kitab, bir paltar, bir boşqab, bir qazan, bir qapı, bir təxt səltənəti, hər nə görsəz, bunlar bir nəfərin əli ilə düzəlibdir. Yəni bunlar mədəni bir şeydirlər. Bunlar kültür deyil bunun nəzəri üçün. Fəqət buna kültür muzesi deməkdən ziyadə mədəni muzə adını vermək daha uyğundur. Çünki bu muzə Türk kültürünə aid milli əsərlərə ikinci dərəcədəki önəmi millətlər arası dəyərə sahib əsərlərə vermişdir. Deyir, çünki bu muzə, yəni o Topkapı muzəsi Türk kültürünə aid, yəni Türk kültüründən olan milli əsərlərə ikinci dərəcədə yer veribdir. Önəmi, əsli önəmi ki, önəmi, yəni əhəmmiyyəti millətlər arası dəyərə sahib əsərlərə vermişdir ki, əsli önəmi ya əhəmmiyyəti hansı o əsərlərə, o vəsailə veribdir ki, millətlər arasında o əhəmmiyyətli tanınır. Dəyər yəni qiymətli sayılır. Bu iddiamızın qanıtı budur ki, indiyə qədər yurdumuzdan sandıq çıxarılan türklərə məxsus gözəl əsərlərin qaçırılmasına əngəl olmamış, bedəstənlər də satılan bu gözəl əsərlər satın alıb saxlamağa çalışmışdır. Deyir, bunun dəlili budur ki, buna deyək ki, bura milli muzə deyil, mədəni muzədir. Buna görə ki, bu iddiamızın qanıtı, bu iddia ki, elədik bunun qanıtı, dəlili nədir? Budur ki, nədir? İndiyə qədər, yəni bu günə qədər, o gün ki, bu kitabı yazılmış, yurdumuzdan sandıq, torpağımızdan, məmləkətimizdən sandıq, elə sandıqdır da, bilirsiniz, o yaxdən deyirdik biz bəzən, mənim nənəmin varıdır məsələn, yaxdən deyirdilər, amma sandıq da deyilir. Sandıq çıxarılan, onlar deyir, yəni bunlar yurdumuzdan çıxarırlar, aparırlar, qaçaq elirlər. Türklərə məxsus gözəl əsərlərin qaçırılmasına əngəl olmamış. Deyir ki, türklərə məxsus, türklərə aid, türklərin əli ilə yaradılan gözəl əsərlərin qaçırılmasına o muzə deyir əngəl olmamışdı. Mane olmayıbdı. Hala deyir, yəni qaçırdılar və o muzə bunlara gedə pul verə, ala gətirə, onu eləməyibdi. Bedəstənlər də, dedik ki, alverçilər də, beləsi deyək, bedəstənlər, alverçilər də satılan bu gözəl əsərləri satın alıb saxlamağa çalışmamışdır. Hətta öz millətimizinki belə deyir ki, alverçiləri bunları alıb saxlamağa çalışmayıblar. Onun üçün gedib xariciyə. Bu məsələ Güney Azərbaycanda bir iftizah vəziyyətdədir. Bilirsiniz ki, bir neçə muzə vardı. Bu muzələri insanlar çox zəhmətlə yeməyiblər, içməyiblər, qazanıblar, xəşləyiblər, oraya alıblar. Məsələn, ölçü muzəsi ya çəki muzəsi, Ozan deyirlər da, fikir edirəm, İranda. Çəki muzəsi, ölçü muzəsi. Məsələn, bu zəhmətlə düzəlibdir, amma onun bir yer ona vermirlər ki, adam orada onu qoysun, muzədə gəlsinlər, baxsınlar. Ya hünəri bir iş görübdür, bir dana, yəni hünərmənd, hər yemağı düzəldibdi mücəssəmə kimi, hər meyvəniz odur, amma mütəəssifanə. Çoxlu muzələr indi İsfahana gedirlər Azərbaycandan. Bu da bizim bir böyük zərəlimizdir. İnsanlarda da milli ruh var düzəltməyə, amma saxlamağa milli ruh yoxdur. Bu sözlərimizdən muzəmizin dahi bir qurucusu olan Həmid bəy mərhumun diricə çox böyük olan yardım və xidmətlərinin inkarı etdiyim sanılmasın. Deyir, bu sözləri ki, mən dedim muzəmizin haqqında, bu sözlərimizdən muzəmizi
dahi bir qurucusu olan Həmid bəy, Həmdi bəy. Həmdi adlı bir adam ki, dahi, çox ağıllı, huşlu, başlı bu muzəni qurubdur. Muzənin qurucusu olan. Amma ölübdür elə bir zahirən. Mərhumun ölübdür, gedibdir, rəhmətlik yəni. Diricə bu çox böyükdür. O diri olanda çox böyük olan yardım və xidmətlərinin inkarı etdiyim, onun böyük, çox böyük olan yardım, yəni köməyi, yardım kömək deməkdir və xidmətlərinin, onun zəhmətlərinin inkar etdiyim, inkar etmirəm, danmıram. İnkar ərəbcədir, türkcəsi danmaqdır. Danmıram, sanılmasın ki, mən onu danıram. Sanılmasın, zənn etməsin, güman olmasın ki, mən onun zəhmətlərin, dilində çəkdiyi zəhmətləri, böyük zəhmətləri danıram. Əbdülhəmid devrinin hər türlü güclüklərinə rağmen sırf öz girişim və çabasıyla bilim baxımından gayet dəyərli bir muzəni yoxdan var edən Həmdi bəyə təqdir etməmək böyük bir nankörlükdür. Nan bilirsiniz çörək deməkdir. Nankörlük çörəyi yeyib çörək qabını sındırmaqdır. Əlbəttə məsələ biraz pisdir, amma mən onu işlətmədim. Nankörlükdür, yəni zəhmətinin qədrini bilməmək demək olar. Deyir ki, Əbdülhəmid Osmanlı padişahının son ikinci padişahı, yəni axirdən ikinci padişah, fikir edirəm belə olacaq. Əbdülhəmid devrinin, devr olur dövrə də, çağ. Əbdülhəmid padişahın çağında hər türlü, hər cürlü, yəni güclüklərinə, zorluqlarına rağmen deyir, yəni bununla belə ki, çox zorluqlar var idi. Sırf öz girişim, özünün girməyi ilə, özünün bu işə girişməsi ilə və çabası ilə, çabalarıyla, zəhməti ilə bilim baxımından, elm zaviyəsindən baxsaq, gayet dəyərli bir muzəni yoxdan var etdi demək olar. Kim? Həmdi bəyə təqdir etmək, təqdir etməmək, deyir, onu təqdir etməyək, onu bilməyək. Təqdir qədir deməkdir, qədrin bilməkdir. Təqdir edirik, yəni qədrin bilirik. Təqdir etməmək, onu qədirsizlik etmək, onu şey etmək, deyir ki, böyük nankörlükdür, böyük bir nankörlük. Duzu yiyib düz qabını sındırmaq, amma bir ayrı mənası da var, amma niyə bilmirəm, zehnimə gəlmir. Mən bu günləri biraz yorğunam. Onun üçün də şeydir, bağışlarsınız məni, bəlkə zehnim biraz künd ola. Böyük qardaşının bu öz əsərini zənginləşdirərək qoruyan Xəlil bəy əfəndigi ucaltmaq da yenə nankörlük olur. Deyir ki, böyük qardaşı, onun böyük qardaşının bu öz əsərini zənginləşdirərək, bunun deyir öz əsərini, bu şeyi yaradıcılıq, əsər yaradıcılıqdır demək olar. Yəni muzəni də zənginləşdirmək, yəni bunu çox sərvətli eləmək, çox əşyasını çoxaltmaq, beləsi deyək, muzənin daha çox qəni eləmək. Qənidir bunun əslində ərəbcəsi. Qəniləşdirməyi, zənginləşdirmək, yəni qəniləşdirmək, çoxaltmaq. Bunu qoruyan kimdir? Xəlil bəy əfəndi deyir, ucatmamaq, bunu da ucatmamaq, bunu da şey eləmək, yenə nankörlükdür. Bunu deyir, yəni iki qardaş ikisində gərək biz nankör olmayaq, onların xidmətlərini danmayaq. Bundan başqa bu muzədə əski türk paralarının və gələnəklərinə dair bir çox milli yadigarların varlığını da kimsə inkar edəməz. Deyir, bundan başqa ki, bunlara görə biz zəhmətlərin yerində bilək, bundan başqa bu muzədə, Topqapı Muzəsində əski türk paralarının, pullarının və gələnəklərinin və adab, ənənə, hər nə mənə ki, orada nəsillərdən nəslə bizə gəlibdir, bunlara dair, bunlarla əlaqəli, ilgili, dair o cür olur. Bir çox milli yadigarlar var.
Yadigar fikir edirəm ərəbcə olacaqdı, farsça olacaqdı, gəlibdi, türkçəyə də giribdi. Yadigarlar varlığını da, yəni vardır orada. Kimsə inkar edəməz, deyir ki, heç kəs onu inkar edə bilməz ki, muzədə belə bir şeylər də var. Bu qədər var ki, milli bir muzənin görəvi milli əsərlərin milyonda birin toplayıb da geri qalanlarının yabancılara qapdırmaq deyildir. Deyir ki, bununla belə bu qədər var ki, yəni bu qədər görünür ki, bu qədər aydındır ki, milli bir muzənin görəvi, vəzifəsi milli əsərlərin milyonda birin toplayıb da 999 minin qalanların, yəni yabancılara, xaricilərə qapdırmaq deyildir. Deyir ki, birini alırlar, məsələn, milyonu qalır, onları qapdırırlar kimə? Xaricəlilərə. Deyir ki, milli bir muzənin vəzifəsi bu deyil. Yəni, deyir, bunun tərsi olmalıdır. Tamam, əksərin biz almalıyıq, birazını da xaricəlilər alırlar da, məsələn, beləsi deyir. Həmdi bəy muzənin bilim, mədəniyyət və millətlər arası dəyərləri olduqca yüksək ola bilir. Deyir ki, bu muzə ki, Həmdi bəyin muzəsidir. Bu muzənin elmi, bilim, elm, mədəniyyət dedik, o şey ki, insan əli ilə düzəlibdir. Və millətlər arası dəyərli və millətlər arası, yəni məmləkətlərin arasında bir dəyərli şeylər ki vardır, olduqca yüksək ola bilir. Deyir, çox yüksək ola bilər bu muzə bu cəhətdən. Fəqət milli kültürə aid dəyər ötəki dəyərlərinə oranla çox aşağıdır. Deyir, amma milli kültürə aid verdiyi dəyərlər ötəki, yəni o birisi qabaqdakı dəyərlərinə oranlar, yəni ondan ağır yüngül eləsək, ölçsək, çox aşağıdır. Deyir, çox aşağıdır. Yəni, milli kültür burada az görünür. Hətta bu baxımdan vəqflər muzəsi, bu baxımdan vəqflər muzəsindəki əşyanın həmən hamısı Türk kültürünə aid əsərlər olduğu üçün bu muzə öncəkindən daha dəyərli görülə bilir. Deyir ki, bir ayrı muzə də var, vəqflər muzəsi. Türkiyədə vəqf çox bir güclü bir şeydir. Bir institutdur, bir nəhaddır. Çox bir böyük alanlarda çalışır, böyük ərsələrdə çalışır vəqf. Və deyir ki, onun bir muzəsi var, vəqfin. İndi ona görə danışır ki, bu baxımdan vəqflər muzəsi deyir, yəni milli kültür baxımından vəqflər muzəsi də olan əşya həmən, yəni kamilən hamısı Türk kültürünə aiddir. Həmən hamısı, yəni demək olar ki, əksəriyyət mütləqi Türk kültürünə aiddir, mütəəlliqdir. Aiddir, mütəəlliqdir bu əsərlər. Bu muzə öncəkindən, yəni o Topqapı muzəsindən daha dəyərli görünə bilər. Deyir ki, bu muzə daha dəyərlidir, ərzişlidir, qiymətlidir. Bu ifadələrdən anlaşılır ki, bugün bizdə gerçək bir Türk muzəsinə gərək vardır. Bugün bizdə gerçək bir Türk muzəsinə gərək vardır. Deyir, birləşsə görünür ki, bu sözlərdən ki, dedik muziyə görə anlaşılır, ələ gəlir, düşünülür ki, bu günləri biz türklərdə gerçək, vaqei bir Türk muzəsinə ehtiyac var. Gərək var, yəni lazımdır, vacibdir. Bu Türk muzəsi türklərə aid gözəl əsərləri satın alabilməmiz üçün yetər dərəcədə bir ödənəyə sahib olmalı və hər şəhərdə arayıcıları bulunmalıdır. Deyir ki, bu Türk muzəsi türklərə aid, türklərə mütəəlliq olan hər gözəl əsəri satın alabilməsi üçün, yəni bu gücü ola ki, yetərli dərəcədə, yəni lazım qədər, çox böyük, yəni ödənək
ödənek yəni imkanatı mali. Ödənəyə sahib olmalıdır, pula sahib olmalıdır, budcası olmalıdır və hər şəhərdə bu muzənin arayıcıları, yəni o adamlar ki, gedərlər muzə işindən mütəxəssisdirlər, gedərlər, arayırlar, axtarırlar, görürlər ki, bu şəhərdə, küçədə, bazarda nə satırlar, onları ala, bulunmalıdır. Hər şəhərdə bunun nümayəndəgisi olmalıdır ki, axtara, tapa və ala. Eyni zamanda yurdumuzdan bütün eski əsərlərin və gözəlliklərin dışarı çıxılmasını şiddətlə yasaq edər. Bir yasa yapmalıdır. Deyir ki, eyni zamanda yəni onunla bir zaman ki, biz gərək bir muzə düzəldək ki, bunları geri ala, büdcəsi də ola, yurdumuzdan bütün eski əsərlərin, qədimi əsərlərin və gözəlliklərin, o gözəl əsərlərin yəni dışarı çıxarılmasını, o vətənimizdən eşiyə çıxırılmasını şiddətlə yasaq edər bir yasa yapmalıdır. Deyir ki, bir qanun geçməlidir, bir yasa, qanun. Yasa yapılmalıdır, yəni təsvib olmalıdır ki, bu xariciyə çıxartmalı, şiddətlə qədəğən eləsin. Vəqflər Muzəsi də il, şəhər və bölgə vəqflər məmurlarını çalışdıracaq olursa, vəqif binalarının qalıntısı və yıpranmış əşyası arasında daha bir çox dəyərli anıtlar bulunabiləcəkdir. Deyir ki, çox salibdir. Deyir ki, Vəqflər Muzəsində indi il və ilçə. İl olur ustan, ilçə olur şəhərlər. Bunlarda deyir ki, bu muzə vəqflər məmurlarını çalışdırsın, yəni məmurları çalışdırsa olursa, yəni bunları çalışdırırsa, işə gətirirsə, vəqfin binalarında, vəqfin saxtamanlarında ki, hər şəhərdə vardı, onların isə qalıntılar, yəni onlar ki, yığıblar, qoyublar orada qalıbdır, muzeyə gətirməyiblər, qalıb orada. Qalıntısı və yıpranmış, köhnəlmiş, üstü pozulmuş, aradan gedə əşya arasında, yıpranmış, köhnəlmiş əşya arasında daha bir çox dəyərli anıtlar, qiymətli şeylər var. Yadigarlar edəcək, adigarın yerinə anıt deyibdir burada. Bulunabiləcəkdir. Bunlar da tapıla biləcəkdir. Yəni onların saxtamanlarında hala bir çox vəsail vardır ki, onlar muzeyə gəlməyibdir. Onları axtarıb tapa bilərlər. Əgər o məmurlardan istəyirlər ki, onları axtarır. Yəni bu şeyin vəqfin öz məmurları. İrəlidə bu 3 muzə, bir dənə də ayrı muzə oldu. Oldu indi 1, 2, 3 muzə, bəli. İrəlidə bu 3 muzə birləşərək tək bir muzə halını da alabilir. Bir dənə Milli Kültür Muzəsi, bir dənə Topqapı, bir də bu muzəsi deyiləcək bunlar olsalar ki, irəlidə, gələcəkdə bu üçü birləşərək bir muzə halını da ala bilər. Bir dənə muzə şəklində ala bilər. Hər halda indilik yalnız Türk kültürünə aid əsərləri toplayacaq milli bir muzeye şiddətlə gərək vardır. Hər halda, deyir, bu sözdən geçək, indilik, yəni bu halda bizim Güneydə də mütəəssifanə belədir. Yalnız Türk kültürünə, deyir ki, hər şeyə bizim indi feylən muzə, bizim Güney Azərbaycan deyirəm, indi Türkiyə o mərhələni keçibdir. Türk kültürünə aid əsərləri toplayacaq milli bir muzeye çox şiddətlə gərək vardır. Bu, o birinci muzəni dedi ki, milli muzeydir. İndi etnografiyanı danışır ki, buradan qoyaq qalsın. Bunu ömür olsa sabahları danışarıq. Sağ olun, sağ qalın. Sizə can sağlığı arzuluram.